Ağdağ Natural Gips Suvağının baş sponsorluğu ilə Məryəm serialı başladı. Bağışla beni Meryem. Ben bunu kızıma göre elədim. Meryem! Meryem! Bakın. Meryem sık ellerinden sık bek. Sık. Kalk. Elini verme. Böyle. Her şey olacak. Tez oldu ki kızımı bıraksınlar. Alo. Ha, ne olub? Səsibə nə olub? Nə? Necə yəni? Siz orada hara baxırdınız bəs? Fərsizlər. Hanım benim kızım? Qaçıb. Axı ben sana demiştim kızımda göz kulak ol. Ne oldu bəs? Qışqırma, nə xəbərdir? Elə bil elə özüm açıb buraxmışam da. Sən işin öhdəsindən gəldin, mən də onu buraxdım. Azadsız. Sen beni katil eledin. Sen beni katil eledin. Sən əvvəldən qatil idin də. Allah'a şükür elə ginən ki, hələ sənin mənə elədiklərindən sonra özün sağ-salamatsan. Bak sana deyirəm. Eğer benim kızımın başına bir iş gelse, senin başın çok pis ağrıyacak. Bir daha. Dayan. Sen bana başka şey deyin. Meryem sağ qalmaz da yəqin, hə?
Dəqiq. Məryəm ölüb? Bax ha. Meryem biraz da döz. Biraz da döz kurban sana. Çatır ödemek xəstəxana. Seni seviyorum. Ben de seni seviyorum. Seviyorsan de değil mi Meryem? Ha? Meryem. 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 Ay Meryem. Meryem. Çatır ay Meryem. Oyan kurban oğlum oyan. Ne olub? İlkin, Heç nə olmayıb. heç nə olmayıb. Mən görürəm ha, sən məndən nəsə gizlədirsən. Nə baş verir? Heç nə baş verməyib. Əl çəkmə. Heç nə baş vermir, hə? Elə bilirsən, mən bilmirəm sən nə işlərlə məşğulsan. Sən Məryəmə qoşulub Fəxrəddinə qarşı çıxırsan. Nə baxırsan? Mənim hər şeydən xəbərim var. Əgər sən belə bir iş görürsənsə, onda doğrudan da ağlı bitirmisən. Axı bu sənin nəyinə lazımdır? O Fəxrəddin, o da Məryəm. Qoy öz aralarında məsələlərini həll eləsinlər. Elçin! Mən Məryəmə daha kömək eləmirəm, bildin? O Hikmət, o da Məryəm nə istəyirlər, getsin eləsinlər. Necə? Hikmət Məryəmə kömək eləyirdi. Hə. Amma görün bundan sonra necə eləyəcək. Getdim Fəxrəddinə hər şeyi danışdım. Sən heç bilirsən bunun axırı necə qutara bilər? Sən dəli olmusan? Dəli olmuşam mən, hə? Mən dəli olmuşam. Qoy Fəxrəddin öldürsün onu. Axı sən bununla nəyi dəyişəcəksən, hə? Anan geri qayıdacaq. Qayıtmayacaq, mən də bilirəm. Səndən də yaxşı bilirəm. Hər dəfə bunu təkrar eləməyə mənə. Heç olmasa sizdən fərqli olaraq mən bununla əlləşirəm. Anamın ölümündə günahkar olan adamı cəzasız qoymuram. Sən tamam ağlı bitirmisən. Tamam. Sən heç bilirsən, elədiklərin nə ilə qutara bilər? Təkcə Hikmət yox. Fəxrəddinin ətrafında olanların hamısı zərər çəkəcək. Sən bunu heç cürə başa düşmək istəmirsən.
Necəsən? Yaxşısan biraz. İndi biraz yaxşıyam. Həkimlə danışdım. Bəxtimizdən vacib orqanlara dəyməyib. Maşında huşu itirəndə elə qorxdum ki, Məryəm. Polisə nə ifadə verdin? Dedin kim eləyib bana? Məryəm, Dedim ki, üzünü görməmişəm. Maskalı idi kimsə. amma hikmət idi hə bu? Fəxrəddin oraya qaçırdığına görə. O bunu eləməyə məcbur idi. Məcbur idi ya məcbur değildi. Nə fərqi var Məryəm? Yəni sən heç öz həyatına dəyər vermirsən? Zavro məni öldürmək istəsəydi elə yaralayardı ki, heç xəstəxanaya çata bilməzdi. Ana bilmirəm ey mənim qızı. Məryəm, mən ora gəlməsəydim bəs necə olacaqdı? Mən özümü çatdıra bilməsəydim nə olacaqdı? Bilmirəm Zavro. İndi bundan vacib məsələlər var. Bundan vacib heç nə ola bilməz Məryəm. Məryəm mənim əllərimdə öldü. Bax onu fikirləşirdim mən. Bütün yolu onu fikirləşirdim. Nə olacaq onda? Bundan vacib nə ola bilər? Qızım, necəsən? Sənə görə məni az qala öldürəcəkdilər. Amma sən neynədin? Neynədin? Atıb məni getdin. Əgər mən belə eləməsəydim, səni azadlığa buraxmayacaqdım. Sən yalan danışırsan. Ancaq özün fikirləşirdin. Bağışla mən. Bağışla. Səni bağışlamayacağam. Heç vaxt. Əgər Zahir olmasaydı, Allah bilir, mənim başıma orada nə oyunlar açacaqdılar. Zahir səni xilas elədi? Hə. Amma sən Məryəmə görə öz doğma qızımın həyatını təhlükəyə atdın. Qızım, mən istəmirdim belə olsun. Mən hər şey elədim ki, sənə zərər dəyməsin. Sən mənə görə heç vaxt heç nə eləməmsən. Heç bilirsən Məryəmə görə mənim həyatım alt-üst olub? Məryəm ölüb. Necə... Başa düşmədim. Necə Məryəm ölüb? Məryəm ölüb. Mən sənə dedim axı. Mən hər şey elədim ki, sənə zərər dəyməsin. Sən mənim fikirləşdiyimdən də təhlükəli adamsın. Məryəm, heç olmasa bu olanlardan sonra sənə ayılmalısan. Fəxrəddin bir neçənci dəfədir səni öldürmək istəyir. Get-gedə də daha çox yaxınlaşır. Bu adam qanun qabağında cavab verəcək. Sənin onların ailəsinin içində olmağına heç bir ehtiyacı yoxdur. Sən bunu niyə başa düşmək istəmirsən axı? Düz deyirsən. Mən o ailədən uzaq olmalıyam. Məryəm, bir dənə bu dediyi elə gör necə hər şey dəyişir. Hər şey gör necə yaxşılığa doğru dəyişir. Necə xoşbəxt olursan. Bir dənə bu dediyi elə xahiş edirəm səndən. Zavr. Sən məni əllərində aparanda elə bildim ki, bu sondur.
qədər çəkdiyim əziyyət, yuxusuz gecələrim, hamısı hədər yerə getdi. Ən çox da bilirsən nəyə heyfsləndim? Ki, bu illərimi mən sevdiyim insana deyil, düşmənimə həsr elədim. Çünki düşmənimə qalib gəlsəm, mən heç nə qazanmayacağam. Amma sevdiyimi itirsəm, səni itirsəm, hər şeyimi itirərəm Zaur. Məryəm, onda bugün hər şeyə son qoy. Bugün hər şeyin nöqtə qoy ki, yeni bir səhifəni aça biləsən. Nə olar? Ay Nərmin, gel kızım. Necəsiniz Esma xala? Xoş gəlmisən. Mənəm də əşi belə. Gəl, keç içəri. Elə tezə çay dəmləmişəm. Gedim gətirim sənin üçün. Esma xala, lazım deyil. Mən sizi görməyə gəlmişəm. Keç onda, keç otur. Nə var, nə yox? Əş, nə olacaq? Köynə amam, köynə taz. Nə olacaq bizdə? Dayı dükana işə dəymirsiniz deyəsən. Yox qızım, çıxmışam oradan. Yorulmuşam. Biraz istirahət eləmək istəyirəm. Əşi, bəsdir məndən danışdın. Sən özündən danış qızım. Sənin işlər necə gedir? Nə var, nə yox? Sənin bu nişan məsələn necə oldu? O gün Anonla telefonla danışdın. Deyir, bu söhbət bağlanıb da. Əşi, çoxdan bağlanıb bu söhbət. İlkin elə dəyişib ki, tanıya bilmirəm onu. O ailə elə həmişə belə problemli olub. Bir gün bir cür olurlar, başqa gün başqa cür. Əşi, başından elə geçsinlər ha. Yox, İlkin belə deyil idi. Axır vaxtlar dəyişib. Elə bir nəsə olub. Özə soruşmaq istədim, nə olub. Mənlə elə danışdı ki. Mənim elə əvvəldən oğlanla xoşum gəlmirdi. Rədd elə onu. Sənin nə yaşın var ki? Hələ heç bilsən sənin qabağına necə oğlanlar çıxacaq, necə elçilər gələcək sənin qapıva. İnanmırsan xalanın sözünə. Gül kimi qızsan. Ağıllı, kamallı oğlan çıxacaq qabağına. Sevəcək səni, səni qiymətləndirəcək. O görərsən. Məryəm, mən sənə dedim ki, hara lazımdır, mən səni aparım. Amma qulaq asmadın mənə. Necə sənindir? Kemal, səninlə danışmaq istədiyim mövzu var. Kemal, biz bir də görüşməməliyik. Mən bu toyu istəmirəm. Başa düşmədim. Necə bu toyu istəmirəm? Kemal, bu qərar əvvəldən səhv idi. Məryəm, əgər sən mənim atama görə deyirsənsə, özün də gördün ki, xeyir dua verdi o. Kemal. Məryəm, mən bilirəm ki, sən inanmırsan, amma atamla sənin aranda olanların hamısına son qoyuldu. Buna heç vaxt son qoyulmayacaq. Nədədir problem? Sən bil ki, mən icazə vermərəm ki, atam sənə zərər versin. Kemal, bağışla, mən qərarımı vermişəm. Məryəm, sən niyə mənim hisslərimlə oynayırsan? Bağışla, mən səni incitmək istəmədim. Amma incidirsən. Kemal. Məryəm, sən indi yaxşı deyilsən. Yaxşı ol, sonra danışarıq, yaxşı? Kemal, fərqi nədir, sonra ya indi? Mən dedim də sənə, biz bir də görüşməməliyik.
Olar. Nə işin var sənin burada? Çoxdandır görüşmürdük. Bilirəm, Rüfət mənə görə səndən görüşüb kömək istəyib. Sən də kömək eləmək istəməmsən. Validə xanım, niyə özünüz gəlmirdiniz ki? Çünki səni görməyə gözüm yoxdur. Elə bilmə ki, mənə lazım olan o kağız parçalarına görə keçmişin üstündən xətt çəkəcəm. Qızım elədiklərini heç vaxt unutmayacağam. Validə xanım, siz özünüz gördünüz ki, Könül mənim yanımdan qaçıb getdi. Bəs niyə qaçırdı? Heç olmasa bircə dəfə bu sualı özünə vermisən? Yoxsa cəsarətin çatmayıb? Validə xanım, Çıx bayıra. mən sizə kömək eləməyə gəlmişəm. Götürün. İstədiyiniz nə varsa bunun içində adamısı. Kemal. Ne olub oğlum? Meryem. Meryem benden ayrılmak istiyor. Ne? Meryem? Ayrılmak istiyor. Harda dedi sana bunu? Xəstəxanada. Haçan Kemal, haçan dedi sana. Mənə dedi ki, Haçan dedi, haçan. bizim toyumuz olmayacaq. Ne vaxt dedi sana bunu? Bayaq. Bayaq. Oğlum bəlkə hamımız üçün hələ belə olmağı yaxşıdır. Belə yaxşıdır. Nə yaxşıdır? Nə yaxşıdır? Mən onu itirmək istəmirəm. Mən onunla özüm söhbət eləyərəm. Şəxsən. Sənə görə oldu hər şey. Hə? Sizin düşmənçiliyinizə görə oldu. Amma
razılıq verdim axı. Mən razılıq verdim. Elə deyib. Sən elə deyib eləyəndən sonra istəyirsən 1000 dəfə razılıq ver. Mən başa düşə bilmirəm. Mən niyə sən səhvlərimə görə əziyyət çəkməliyəm? Hı? Mən onu itirmək istəmirəm. İstəmirəm Məryəm itirəm. Biz evlənəcəyik. Ayrılmayacağıq biz Məryəmdən. Mən sənin xoşbəxtliyini istəyirəm. Mən sənin xoşbəxtliyini istəyirəm. Oxu. İndi halım yoxdur. Oxu, bunu Nurayın analığı yazıb. Gör kızın kimdi? Özü de geldi. Nədir bu Nuray? Oxu. Sən yazdırmısan bunları. Elə bilirsən mən nəzakətin xəttini tanımıram. Bunların hamısı yalandır, böhtandır. Onu dəlixanada saxlayırdın. Cavab ver. Hə. Deməli, Məryəmə elədiklərin düzdür. Burada yazılanlar düzdür. O ağlını itirmişdi. Kes səsini! Sən necə insansan? Necə adamsan sən? Mən sənə görə Məryəm öldürdüm. Ne?
Məryəm beyni sən doldurmusan? Məryəm bir də səni görmək istəmir. Sənə niyə çatmır bu? Uzaq durun da Məryəmdən. Sən də, sənin aton da. Sən məni yaxşı tanımırsan. Mən həmişə istədiklərimi əldə eləyənəm. Sən də məni yaxşı tanımırsan. Mən də sevdiyim insana görə hər şeyə hazıram. Yaxşı. Görək kim kimə neyniyəcək. Mənim üçün onsuz heç bir fərqi yoxdur. Əsas Məryəmə heç nə olmasın. Məryəmə heç nə olmasın deyirsən, amma sənə çatmır, beynimə çatmır ki, Məryəmin xəstəxanada olmasının səbəbi. Məryəmi öldürmək istəyən sənin atondur Kamal. Mən sənə bunu sübut eləyəcəm. Gecə tezi var. Amma hələlik Məryəmdən uzaq dur. Vəssalam. Ne? Sen neyləmsən? Hikmət. Mən bunu eləməyə məcburdum. Sen Meryem'i öldürmüşsün. Sen kimsin ağı? Adam öldüren sen. Sen Meryem'i öldürmüşsün. Neyləyə bilərdim? Mən hamısını qızıma görə elədim. Ben daha böyle yaşayabilmirəm. Böyle yaşayabilmirəm. Benim erim katildi. Sen katilsin. Ben böyle hayat istememişim. Ben böyle hayat istemirdim. Ben del olacağım. Del olacağım ben. Meryem. Meryem. Niye her şey böyle olur ha? Niye benim hayatım zehre dönür? Ben akı kime neylemişim? Ay kime neylemişim? Her şey. Yaklaşma. İkiniz de benden uzak olun. Yaklaşma. Her şey böyle qutarabilməz Məryəm. Biz ayrılmamalıyıq. Mən sənsiz yaşaya bilmərəm. Mən bilirəm nə edəcəm ki, sən razılaşasan. Qala bilmərəm mən sənsiz. Mən sənin fikrini dəyişəcəm. Narahat olmayın mənim. Mən sizə 100% zəmanət verirəm. Aha. Bizim məhsullardan istifadə eləsəz, qara suğa ümumiyyətlə ehtiyac qalmır. Bəli. Həm də onu da deyim, istənilən səthə rahat vurmaq olur. Yəni hamar, nahamar. Daş, kərpiç, heç bir problem yoxdur mənim. Aha. Ya, bəkliyindən ümumiyyətlə mən sizə deyirəm, mən sizə 100% zəmanət verirəm. Bəlkə sümük kimi olur, mənim. Aha. Qiyməti, müəllim, qara suvaqdan 25%
tam sizə deyirəm 25% ucuz başa gəlir. Aha. Hə. Yox, ümumiyyətlə rütubət söhbəti yoxdur. Aha. Narahat olmayın deməli, mən sizə pis mal təklif eləmərəm. Biz neçə ildir işləyirik. Aha. Oldu müəllim, ondan elə mən sizə Ağdağ suvaqlarından göndərirəm, narahat olmayın. Zəmanət, yəni söz verirəm sizə, narahat olmayın. Hər şey yaxşı. Aha. Oldu müəllim. Çox sağ olun. Aha, onu mən qeyd edeyim. Elə günü sabah. Ya əgər təcildirsə bugün də göndərək. Oldu sabah səhər, narahat olmayın. Oldu. Çox sağ olun, sağ olun. Nə istəmişdik? Hə, Məryəm. Səsvə nə olub? Yaralayıblar? Axı, niyə belə olur, ay? Allah o adamın cəzasını versin. Haradasan sən, gəlirəm. Hə, yaxşı, onda biraz ara sakitləşsin, xəbər eləmənə gəlim, yaxşı? Bir işin öhdəsindən gələ bilmədim. Məryəm hələ sağdır. Sağdır? Hə, sağdır Hikmət, sağdır. Bilirsən, üzbəüz yanırsan adamla. Bıçağı götürürsən, soxursan, ölmür də adam da. Daimən neyniyim? Neyinirsiniz eləyin, məni bu işlərə qatın. Sən ikinci dəfədir mənim işimə cəncəl qoşursan, Hikmət. İkinci dəfədir. Mən lazım olan hər şeyi elədim. Amma bu işdən indi əl götürürəm. Qutardıq. Məryəm səni polisə vermir. Niyə? Bunu Məryəmin özündən soruş. Əslində, sənin səhvin ucbatından Məryəm sağ qalıb. Və sən buna görə cavab verməlisən. O biri tərəfdən, məhz bu səbəbdən, Məryəm Kəmaldan ayrılır. Deməli, işimizə yarayır. Başa baş. Deməli, Məryəm anlayır ki, mənlə vuruşmağın mənası yoxdur. Mən sizə bir də deyirəm. Mən daha bu işə qarışmayacağam. Mən sizin nə dostunuz olmaq istəyirəm, nə də düşməniniz. Aradan çıxmaq istəyirsən. Yaxşı, get. Get. Amma buradan getməmişdən əvvəl yaddaş kartın tamamilə silirsən. Xırda bir xatirə də qalmamaq şərti ilə. Yaxşı. Gedirsən və rahat həyatını yaşayırsan. Çayı rahat iç.
Azər, bayaq eşitdim telefonla danışırsan. Səsin bir təhər gəldi mənə. Nəsə olub? Məryəm yaralayıblar. Nə? Yaralayıblar? Bəs indi hardadır? Necədir? Xəstəxanadadır, indi vəziyyəti yaxşıdır. Ciddi bir şey yoxdur. Amma mən yenə də çox narahatam. Allah daş salsın bu Fəxrəddinin başına. Bu kişi bizim qanımızı içdi də. Məryəm xəstəxanadan çıxmaq istəyir. Onu götürüb gətirəcəm bura. Azər, bəlkə sən getməyəsən hə bura. Görüb eləyən olar. İşi cəhənnəmə görsünlər. Elə hamıdan gizlənə-gizlənə bu günə qalmışıq da. Yazıq qızı ikinci dəfə də öldürmək istəyirlər. Gəl belə eləyək. Tapşıraq otursunlar onu taksiyə gəlsin bura. Əlbəttə sən Məryəmi tanımırsan. Bilmirsən gələn deyil. Hələ mən gedib onu dilə tutmalıyam ki, gəlsin. Nəsə ürəyimə damıb ki, sən ora getməsən yaxşıdır. Özü təhlükəyə atma, Azər. Ay arvad, mən indi o vəziyyətdə deyiləm ki, bunlara qulaq asım. Özü təhlükəyə atma. Axırı nə oldu? Hə? Məni yaraladılar, Məryəmi yaraladılar. Belə qoruyuq da özümüzü. Cəhənnəm olsun elə şey. Azər, oğlum. Hə, Nərmin. Dükandaydım elə. Yaxşı, çatırsan? Yaxşı, yaxşı. Nərmin. Bağışla da biraz gecikdim. Yox, eybi yoxdur. Nəsə olub, məni görmək istirdim. Yox. Elə belə görüşmək istədim. Nə yaxşı. Sən nə edirsən burada? Burada artıq adam sənsən İlkin. Xahiş edirəm çıx get. Gəl gedə səninlə söhbətim var. İndi oldu da məndən söhbətin. Bəs mən səndən danışmaq istəyəndə hardaydın İlkin? Nərmin, dedim də başım qarışıq idi. Mən sənin üçün əşyayam, istədiyin vaxt istifadə edəsən. Nədir? Dünya ətrafında fırlanır. Sənin bir dəfə şansın var idi adam kimi hərəkət eləməyə. Mən özüm bilirəm, nəyi necə eləmək lazımdır. Validənin köməkçisi çıxıb mənə. Elə düz eləyir, sənin kimi adamla görüşməsə yaxşıdır. Validə xanım kimdir? Könlünün anası. İlkin öz problemlərinizi sonra həll eləyərsiniz də, indi çıx get. Nərmin, dedim ki, biz danışmalıyıq. Başa düşmürsən, danışmaq istəmirəm də səndən. Hər dəqiqə halı dəyişən adam mənə lazım deyil. Sən başa düşürsən ki, çox şanslı adamsan ki, Məryəm ölməyib. Mənim başqa çıxış yolum yox idi. Nurayı xilas eləmişsən, özün hər şeyi bilirsən. Sən polisə gedə bilərdin. Əlində o boyda sübut var. Məryəm ölsəydi nə edəcəkdi? Necə yaşayacaqdın bu ilə? Allah haqqı mən Məryəmə söz vermişəm ki, and içmişəm ki, sənə əlim dəyməyəcək. Yoxsa əlimdən yaxa qutara bilməzdin Hikmət. Mənim anamı da belə qorumaq istəyirdin. Neçə dəfə demək olar, güllə təsadüfən ona dəydi. Mən onu qorumaq istəyirdim. Yəni Məryəmi də bax belə qorudun sən. Sən Fəxrəddini yaxşı tanımırsan. Onun nə etmək istəyindən də xəbərin yoxdur.
Mənim gördüklərimi sən görsəydin, insan həyatda istəmədən çox pisliklər eləyə bilər. Mən sevinirəm ki, Məryəm sağ-salamatdır. Məryəm yaxşı insandır. Kaş ki, həyat bizi üz-üzə qoymayaydı. Hikmət, sən yəqin başa düşürsən də bu son deyil. Hər bir insana elədiyinin cavabını verəcək. Mən sənə söz verirəm. Ay Məryəm, nə edirsən sən? Sən indi bu vəziyyətdə ayağa durmaq olar? Azər, yoruldum, mən burada uzanmaqdan evə getmək istəyirəm. Lap yaxşı. Onda elə birbaşa gedirik bizə. Elə onun üçün gəlmişəm mən. Azər. Məryəm, mən heç nə eşitmək istəmirəm. 100% bizdə qalacağız. Yaxşı? Yaxşı, onda tez gedək, heç kim görməsin. Bu vaxtda burada kim ola bilər ki? Nə bilim, birdən Kamal gələr, görər, istəmirəm biz bir yerdə görürük. Başa düşmədim, mən keçmiş həyat yoldaşıma kömək eləmək üçün kimdənsə icazə almalıyam. Bəsdir görək. Özün yaxşısan? Yaxşıyam, gedək buradan. Ağdağ Natural Gips suvağının baş sponsorluğu ilə Məryəm serialı bitdi.